Salam dostlar, mən həkim terapevt Mehdi Balaşov. Bugün sizə baş ağrılarından danışacağım. Əksər insanı narahat edən bu baş ağrılarının səbəbləri nələrdir? Bir neçə səbəb sayacağım. Bunlardan ilk öncə arterial təzyiqdir. Əgər bizim başımız ağrıyırsa, ilk öncə biz arterial təzyiqimizi yoxlamalıyıq. Təzyiqimiz yüksək olduqda baş ağrısı verə bilər, normadan aşağı da düşdükdə baş ağrısı verə bilər. İkinci yerdə boyun fəqərələrinin astroxondrozunu göstərmək olar. Boyun fəqərələrinin astroxondrozunda da həmçinin damarlar sıxılır və beyin qan dövranı fəaliyyəti pozulur. Və qan laxtalanma sistemi pozulduqda baş ağrıları verə bilər. Normal yuxu rejimi olmadıqda, stres, əsəb halları baş verdikdə də baş ağrıları ola bilər. Miqren ağrıları ən çox səbəb kimi göstərilir. Bəs yaxşı, bəzən xəstə müraciət edir və mən bütün müayinələrdən keçmişəm. Heç bir səbəb yoxdur, amma başım ağrıyır. Diskomfortdur, narahatdır. Bunun səbəbi oksidativ stressdir. Oksidativ stress nədir? Oksidativ stress İnsan orqanizmdə hüceyrələrdəki radikallar əmələ gəlir. Onlar hüceyrənin ifrazat məhsulu hesab olunur. Yəni hüceyrə qidalanır və radikallar əmələ gəlir. Bu radikallar hüceyrədən normalda xaric olmalıdır. Və bunu xaric edən mexanizm insan orqanizmdə antioksidan sistemidir. Toksinləri, radikalları orqanizmdən dəf edən sistemdir. Bu sistem çatdırmadıqda, yəni radikallar həddən artıq çox olduqda hüceyrə zədələnməyə başlayır və radikallara, toksinlərə ən çox həssas hüceyrə sinir hüceyrələri. Ona görə əgər bizim başımız ağrıyırsa və buna tutarlı bir səbəb tapa bilmiriksə, ilk öncə ağlımıza gələn oksidativ stressin olmağı, yəni bədəndə toksinlərin, radikalların artmağı ilk ağlımıza o gəlməlidir. Bəs necə azad ola bilərik? Radikalları bədənimizdə artıran hər şeydən uzaq durmaq. Zərərli vərdişlərdən, həmçinin alkoqol, siqaret, həddən artıq qidalanma, yağlı qidalardan çox istifadə etmə, hərəkətsiz həyat tərzi, yuxu rejimi normal olmamağı, bunlar radikalların artmağına səbəb olur. Bəs necə azalda bilərik? Normal yuxu rejimi, aralıqlı oruc, belə deyim də aralıqlı pəhriz saxlamaq, yəni çünki aclıq radikalları orqanizmə çıxmasını artırır və antioksidan sistemi aktivləşdirir. Bir növ orqanizmdə təmizlik işi görür. Və bu da radikalların, toksinlərin azalmasına səbəb olur. Və həmçinin baş ağrıları və digər xəstəliklərin də qarşısı alınmış olur. Unutmayaq, ən yaxşı müalicə profilaktikadır. Sağ olun, sağlam qalın.